Nurani təxəllüslü əməkdar jurnalist Tofiqə xanım Qasımova uzun sürən onkoloji xəstəlikdən sonra müalicə aldığı xəstəxanada ötən gecə vəfat edib. Vida mərasimi bu gün Təzəpir məscidində keçirilir. Vida mərasimində onun doğmaları, tanınmış şəxslər, ictimaiyyət nümayəndələri və jurnalistlər iştirak edirlər. Rusdilli mətbuatının intellektual jurnalistləri dedikdə gözümüzün önünə Nurani və onun valideynləri gəlir. Və eyni zamanda təbii ki, onların açdığı yolla gedən Azərbaycanın gənc jurnalistləri gəlir. Vida mərasimində Səhiyyə naziri Teymur Musayev, Medianın İnkişafı Agentliyinin icraçı direktoru Əhməd İsmailov, ictimaiyyət nümayəndələri, tanınmış şəxslər və jurnalistlər iştirak ediblər. Tələbəm olub, mən ona dərs vermişəm Tibb Universitetində vaxtı ilə. O vaxtda biz tanışıq. Elə o vaxtı bütün tələbələrdən bu seçilirdi, ayrı bir insan idi. Sözün düzü mən fikirləşirdim ki, o gözəl həkim olacaq, amma onun seçimi jurnalistika ilə bağlı idi. Və orada məncə özünü daha yaxşı göstərdi. Tanınmış jurnalistlərdən biri idi. Çox güclü qələmi var idi. Nurani haqqında ancaq yaxşı sözləri deyə bilərik bugün. Məncə yeganə insandır ki, onun düşmənləri yox idi. O qədər gözəl insan idi, o qədər işıqlı, belə doğrudan da nurani insan idi. Təəssüf ki, həyat belə gətirdi və bugün biz Nuranini axırıncı yola salırıq. Nuraninin nəşi Yasamal qəbristanlığında dəfn edilib. Qeyd edək ki, o, onkoloji xəstəlikdən əziyyət çəkirdi. Xatırladaq ki, əməkdar jurnalist Tofiqə xanım Qasımova uzun sürən xəstəlikdən sonra bu gecə vəfat edib. 1992-ci ildən fəaliyyətə başlayaraq Yurttaş, Ayna, Zirkalo nəşrlərində çalışıb. Exo qəzetinin beynəlxalq həyat şöbəsinin müdiri olub. Son illərdə isə Minval Politika xəbər portalının redaktoru və əsas siyasi şərhçilərindən biri kimi fəaliyyət göstərib.